Gördüyünüz bu ləmlər Lənkəran Astara bölgəsində geniş yayılmış özünə məxsus tikililərdir. Yerli əhəmiyyətli memarlıq abidəsi olan bu tikilərin birinci mərtəbəsində istirahət yeri kimi, ikinci mərtəbəsində isə istidən qorunmaq üçün istifadə ediblər. Astaranın Ərçivan kəndinin 80 yaşlı sakini Kərim Zeynalov bildirir ki, əvvəllər bu ərazilərdə ləm çox olub. Onun sözlərinə görə insanlar ərazidə buğda, arpa və düyü əkər, əkin mövsümündə isə istirahət etmək üçün bu məkanlara gələr, gecələyər və dincəlirdilər. Babalarımız tikib bunu, bu abidədir. Tarixi abidədir. Biz bunu qorumalıyıq. Biz də çalışırıq bunu quraq. İstirahət mərkəzi deyə çıxardıq ikinci etaja. Orada özü üçün çay dəmləyərdilər, içərdilər, söhbət edərdilər. Qoca analar, qoca babalar hamısı orada yuxarıda, gecələr də orada yatardılar. Kənd sakini Əsədullah Musayev qeyd edir ki, ləmlərin inşasında sementdən istifadə olunmayıb. Onun sözlərinə görə tikililər dövrün imkanlarına uyğun olaraq qum və yumurta sarısının qarışığı ilə inşa edilib. Həmin materiallar tikililərə xüsusi möhkəmlik verib. Bunu hər adam tikə bilməzdi o vaxt. İmkanlı adamlar bunu tikiblər. Ərçivanda mən sizə deyim ki, bəlkə bir 10 dənə, 15 dənə güclə olub. Hər adam tikə bilməzdi. Mənim babam bunu tikib, biraz imkanlı adam olub. Özü oğlunun şərəfinə tikib bunu. Məhəmməd, toyuq qızartmışam, gəl gedək yeyək. Azərbaycan Film Kinostudiyasının istehsalı olan Ulduz bədii filmində Məhəmmədlə Züleyxanın tanışlıq səhnəsi də məhz bu ləmdə düz 63 il öncə lentə alınıb. Ulduz filminin bir hissəsi burada çəkilib, Ərçivanda çəkilib. O vaxt deməli, filmin rejissoru Ağarıza Quliyev buradan keçəndə o ləmi görüb və o filmin bir hissəsini burada çəkməyə qərar verdi. Mənim yadıma. Onda mənim 11 yaşım olub, uşaq edib. Burada çəkildi film. Bu tikililərin təmiri ilə bağlı mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Faris Hüseynli bildirdi ki, ləm yay istirahət yeri kimi tarixən daha çox ölkəmizin cənub rayonlarında inşa edilib. Bu tikililərin günümüzə gəlib çatan nümunələri yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır, həmçinin ləmlər xüsusi mülkiyyətdədir. Tarix mədəniyyət abidələrinin qorunması haqqında qanuna uyğun olaraq xüsusi mülkiyyətdə olan tarixi abidələrin bərpası onların mülkiyyətçiləri və ya balans saxlayıcıları tərəfindən həyata keçirilməlidir. Bu zaman müvafiq bərpa layihəsi Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilməlidir. Hazırda Astara rayonunun bir neçə kəndində 10-a yaxın belə ləm qorunub saxlanılır və onlar bölgənin keçmiş həyat tərzini əks etdirən dəyərli irs nümunələri hesab olunur.